Qarnın hamiləlik həftəsinə görə kiçik olması həmişə patologiya deyil. Bunun bir sıra səbəbləri vardır. İlk növbədə dölün mövqeyi, yəni dölün ananın arxasında yerləşməsi qarnın kiçik olmasına səbəb ola bilər. İkincisi, ananın qarnın quruluşu. Belə ki, qarın əzələlərinin möhkəm olması, ananın arıq olması, piy təbəqəsinin az olması buna səbəb ola bilər. Üçüncü səbəb hamiləlik həftəsinin düzgün bilinməməsi. Yəni son aybaşı tarixinin düzgün bilinməməsi hamiləlik həftəsinə görə kiçik olması və bu nəticədə də qarnın kiçik olmasına səbəb ola bilər. Və nəhayət dördüncüsü sizin ən çox qorxduğunuz səbəb, yəni dölün inkişafdan qalması. Dölün inkişafının ləngiməsini siz özünüz bilə bilməzsiniz. Bunu ancaq ultrasəs müayinəsi və Doppler müayinəsi ilə müəyyənləşdirmək olar. Ona görə də əgər qarnın quruluşu, yəni qarnın böyüklüyü hamiləlik həftəsinə görə kiçikdirsə, mütləq həkimə müraciət etməlisiniz. Ultrasəs müayinəsi və Doppler müayinəsi ilə qarın axınına və dölün inkişafına baxılır. Əgər döl doğrudan da hamiləlik həftəsinə görə kiçikdirsə, müəyyən tədbirlər görülməlidir və bu tədbirlərdən sonra isə dölün inkişafı normal qaydasına düşə bilər.